İnəklər üçün də istifadə edə bilərsiniz bundan götürüb. Hər birinizi salamlayıram. Bu günlər keçidə buynuz problemini həll etməyə çalışacağıq. Videoyu sona qədər baxın ki, siz də asan, rahat üsulla bir ay ərzində keçinin buynuzunun düşməsinə nail ola biləcəksiniz. Bilirsiniz ki, keçinin buynuzu olması heyvanın aqressivləşməsinə və digər heyvanlara xəsarət yetirməsinə gətirib çıxarır. Aparatımız bu cürdür. Bu cür rezinlərdir. Bu dəmir olmasa, aparat olmasa bu rezinlərini ən açmaq mümkün deyil. Bunu bura daxil eləyirik. Bu cürlə. Sonra keçinin üstünə necə daxil edəcəyimizi gəlin göstərirəm videoda. O biri buynuzuna keçirmişik. Yanından çək. O biri buynuzuna keçib bu cür. Aşağıda olmalıdır ki, dibdən düşsün. Qan işləməsin bura. Bununla heyvanların axtalaşmasına da fəaliyyət göstərmək olur. Yəni bu axtalaşmaya da fəaliyyət göstərir. Avropa ölkələrində heyvanları axtalaşdırmaq üçün bundan istifadə olunur. Buynuzu salmasına da istifadə olunur. İnəyə də yararlıdır. Yəni inəklərinizin də buynuzlarını bu cür yolla taxaraq buradan başdan gələn damar sistemi var. Onun qarşısını alırsınız. Buynuz bir ay müddətinə quruyub özü düşür. İzləmədə qalın. Videonu da bəyənin ki, digər videolarımız qarşınıza çıxsın.